Salam hər birinizə dostlar. Mən dünənləri 2024-cü il 21 apreldə keçirilən 9-cu siniflər üçün buraxılış imtahanının suallarının, riyaziyyat suallarının daha doğrusu 15 dənəsinin izahını vermişdim. Qalan videoda çox uzun oldu deyə 2 hissəyə bölmüşdüm. Qalan 10-unu bu gün sizlərlə birlikdə burada həll eləyəcəyik. Deməli, birinci 76-cı sualdan başlayırıq. A çoxluğunun elementləri məlumdur. 3, 6, 7, 8, 9, 10. B-nin elementləri məlumdur. 1, 4, 6, 8, 9, 11. Və C çoxluğunun elementləri 2, 3, 7, 10, 12. Bu çoxluqlardan mənə deyir ki, B və C-nin birləşməsinin A ilə fərqinin natural həllərinin sayını tapın. B və C-nin çoxluqlarının birləşməsini tapmaq lazımdır əvvəlcə. Biz də onu bilirik ki, belə çoxluqların birləşməsi nə deməkdir? Nə element görürük, hamısını yazırıq. Amma təkrarlana bilməz. Yəni 4-ü 2 dəfə yaza bilmərəm və yaxud da 6-nı 2 dəfə yaza bilmərəm. Hərəsini bir dəfə. Yazırıq deməli, B və C-nin birləşməsindəki elementlərin sayını. Əvvəla 1, 4, 6, 8, 9, B-dəki bütün elementləri yazaq. 1, 4, 6, 8, 8, 9, 11. 11-i yazdıq. Daha sonra 2 yaza bilərəm, 3 yaza bilərəm, 7 yaza bilərəm, 10 yaza bilərəm, 12 yaza bilərəm. Çünki təkrarlanmadı. Təkrarlanmadı daha doğrusu. Aha, bunları yazdıq. Bu B və C birləşməsindəki elementlərdir. İndi A ilə fərqi nə deməkdir? Yəni B və C-nin birləşməsində olsun, amma A çoxluğuna daxil olmasın belə element. Yəni qısa sözlə necə deyərəm? B və C-nin mən məsələn burada birləşməsini yazmışam. Mən elə elementlər tapmalıyam ki, B və C-nin birləşməsində olsun, amma A-da olmasın. Yəni məsələn başlayaq. Tapanda fərqləri. Mən elə elementlər seçməliyəm ki, 3 olmasın, 6 olmasın, 7 olmasın. Baxın məsələn, necə deyim? A-da elementlər hansılardır? 3. B və C-də var, bunu sil. 6 var, sil. 7 var, sil. 8 var, bunu da sil. Üzülü sayın, 8 sil. 9 sil. 10 var, sil. Hansı elementlər qaldı? 1, 4, 11, 11, 2, 11, 2, bir də 12. 1, 2, 3, 4, 5 dənə element. Deməli, natural həllərinin sayı 5-dir. Növbəti sual. 77-ci sual. Rahat bir sualdır. A minus 2B vurulsun 4A üstəgəl 8B bölünsün A-nın kvadratı minus 4B-nin kvadratı ifadəsini sadələşdirin. Əvvəlcə onu xatırladım ki, 9-un buraxılışı, 11-in buraxılışını verən tələbələr bunu bilməlidir ki, belə suallarda çox vaxt yox. Demək olar 90% həmişə müxtəsər vurma düsturu lazım olur. Yəni müxtəsər vurma düsturlarını əzbərləməlisiniz. Xüsusən də hansı? A-nın kvadratı minus B-nin kvadratının A minus B, A plus B olduğunu bilməlisiniz. Ondan sonra A plus B-nin kvadratının A-nın kvadratı üstəgəl 2AB plus B-nin kvadratı olduğunu, eynisi ilə çıxmada da A-nın kvadratı minus 2AB plus B-nin kvadratının olduğunu bilməlisiniz. Bu dediklərim kublar üçün də əsasdır. Amma ən çox imtahanda belə kvadratlar üçün düşür. Ona görə daha rahat davranmaq lazımdır. Daha rahat deyəndə ki, müxtəsər vurma düsturlarını daha yaxşı öyrənmək lazımdır. İndi sualımızı yazaq. 77-ci sual. Ne yazıb? A minus 2B A minus 2B vurulsun 4A vurulsun biraz yaxşı aza bilməyə bilərəm, əlinə yazıram, üzülü sayın. Vurulsun 4A üstəgəlinsin 8B aşağıda da çıxılsın A-nın kvadratı minus 4B-nin kvadratı 4B-nin kvadratı. Aha, müxtəsər vurma ilə sadələşdirək indi. Əvvəlcə A minus 2B-nin olduğu kimi saxlayıram. A minus 2B. Yuxarıdan da 4-ü mötərizə xaricinə çıxardıram. 4A üstəgəl 8B-nin ikisində 4 ortaqdır. 4-ü çıxardan da qalır A üstəgəl 8B. A biraz yaxşı yazamaya bilərəm. Aha, bir dəqiqə. A üstəgəl 2B. Aşağıdan da müxtəsər vurma ilə ayırdıqda nə əldə edirik? A minus 2B və A plus 2B. 2B. Aha. İndi A minus 2B'lər burada ixtisar gedir. A plus 2B'lər burada ixtisar gedir. Yerdə bir dənə nəticəmiz 4 qalır. Açıq suallardan daha biri getdi. 78-ci suala baxaq. A-nın ən böyük qiymətində, bu da maraqlı bir sualdır. Ədədi 45-ə bölünər.
4A 9B ədədi 45-ə bölünür. Bölünmə əlamətlərini bilən şagird əminəm ki, çox rahat bir şəkildə bu sualı həll edər. Əvvəla 4A 9B. Bunu yazırıq bura. Ədəd nəyə tam bölünməlidir? 45-ə. Yanına qeyd edirik. Baxın, burada məsələn 45 deməyə bilər. Sizə deyə bilər 12-yə, 18-ə, nə bilim 20-yə. 45 indi özünə. Məsələn, belə suallarda nəyi bilmək lazımdır? 45-i 2 dənə natural ədəd şəklində, yəni necə deyim, 2 dənə hasil şəklində, 2 ədədin hasili şəklində göstərmək lazımdır. 45 hansı 2 dənə ədədin hasili ola bilər? Tutaq ki, 9 və 5. Tutaq ki, deyəndə ki, belə suallarda 45-i ayıracaq, elə 2 dənə natural ədəd olmalıdır, bir rəqəmli. 9 və 5. 9 və 5-ə ayırdım. Deməli, bu 4A 9B ədədi həm 9 həm 5-ə bölünməlidir. 5-ə bölünmə əlaməti nədir? Ədədin sonu 0 və yaxud da 5 ədədi ilə qurtarmalıdır. Birinci hal kimi yazaq. Birinci hal. Çünki 2 dənə hal olacaq. Bir dəfə 0 ilə bitən hal, bir dəfə 5 ilə bitən hal. 2 halda baxacaq. B 0 olduqda ədədim mənim nə olacaq? 4A 9 0. Ədədin rəqəmlərinin cəmi neçə eləyir? 13 üstəgəlinsin A. Bu 9-a bölünməlidir. 9-a bölünmək üçün də A neçə olmalıdır? 5. Yazırıq. A bərabər olmalıdır 5-ə. Deməli, birinci halda A 5, B 0-dır. Sualda bizdən A-nın hansı ən böyük qiymətini istəyir? Deməli, birinci qiyməti A-nın 5-dir. İkinci hala baxaq. Ədədim 4A 9B-dir. İkinci halda nə dedim? Sonra 9B. Bir dəfə 0 yazmışdım. İndi 5 yazıram. İndi ədədin rəqəmlərinin cəmi neçədir? 18 üstəgəlsin A. 18 üstəgəlsin A nə vaxt 9-a tam bölünər? Ya A 0 olduqda, baxın, burada özündə də 2 dənə hal çıxacaq. A bir dəfə 0-a bərabər ola bilər. A bir dəfə burada 0-a bərabər ola bilər. Çünki 18 9-a bölünür. Bir dəfə də 9-a bərabər ola bilər. Bir dəfə də 9-a bərabər ola bilər. Deməli, A-nın qiymətləri hansılar oldu? Biri 5-dir, biri 0-dır, biri də 9-dur. Ən böyük qiymətini istəyir. Ona görə cavaba yazırıq 9. Bu da getdi. Növbəti sual 78 getdi, 79-cu sual. 79-cu sualın 2 dənə fərqli yolu var əslində qalsa. Yəni, bir dənə belə özümdə baxım. Bir dəqiqə yaxınlaşdırım sizin üçün. Aha. Bunun özünün 2 dənə fərqli yolu var əslində qalsa. İndi mənim üçün, yəni, bir dəqiqə, əvvəl mənim iş şəkli çəkim istəyirsinizsə, daha rahat. Tutaq ki, belə bir dənə paraleloqram daha doğrusu. Aha, əvvəla belə çəkdiyi bura, bir bucağı, bura, 2 bucağı, bura, 3 bucağı. Mən çəkdiyim biraz yaxşı görünməyə bilər. Aha. Bunu yazdım. A, B, C, D3 bucağı verib və deyib ki, bucaq 1 üstəgəlinsin 3, bucaq 1 üstəgəlinsin bucaq 3 bərabər 60 dərəcə, bucaq 4 üstəgəlinsin bucaq 2 bərabər 60 dərəcə, 150 dərəcə. Baxın, indi bunları məlumdur bizə. Biz bunları bir dəfə alt-alta toplaya bilərik. Alt-alta toplasam nə verəcək? Bucaq 1, bucaq 2, bucaq 3, bucaq 4, hər birinin cəmi 210-dur. Bucaq 1, bucaq 2, bucaq 3 də mənə, baxın, 3 bucaq əmələ gətirib yuxarıda. A, B, D 3 bucağını. 3 bucağın bucaqlarının cəmi nədir? 180 dərəcə. Mən ikinci yolu yoxlayacağım sizin üçün. Daha doğrusu deyəcəm, daha rahat. Çünki bucaq 1 və bucaq 3-ün cəmini verib 60 dərəcə. Mən dedim axı, bucaq 1, üstəgəlinsin bucaq 2, üstəgəlinsin bucaq 2, üstəgəlinsin bucaq 3, 180 dərəcə olmalıdır. Çünki 3 bucaqdır. Bucaq 1 ilə bucaq 3-ün cəminin 60 dərəcə olduğunu bilirəm. Onda bucaq 2 nə qalır mənə? İndeks yazdım səhvən. Bucaq 2 nə olur məndə? 120 dərəcə. Bucaq 2-nin 120 dərəcə olduğunu tapsam, gətirib aşağıdakı bərabərlikdə, yəni bucaq 4 üstəgəlinsin bucaq 2 150 dərəcə olan yerdə yerinə qoysam, nə çıxacaq? Bucaq 4-ü mənə verəcək 150 dərəcə. Daha doğrusu 30 dərəcə. Deməli, bucaq 4-üm 30-dur. Məndən sualda nə istəyir? Bucaq 1-in dərəcə ölçüsünü. Üzürlü sayın dostlar. Bucaq 1-in dərəcə ölçüsünü. Bucaq 1-in dərəcə ölçüsündən bucaq 4-ün dərəcə ölçüsü bərabərdir. Çünki bir-birinə qarşılıqlıdır.
qarşılıqlı bucaqlardır. Ona görə bərabərdir. Bucaq 4 nədir? 30. Onda bucaq 1 də bərabər olacaq 30 dərəcəyə. Növbəti sual. 80-ci suala keçək. Düzbucaqlı paralelipedin 3 müxtəlif üzünün sayısı 2, 5 və 10-dur. Baxın, belə sualları, yəni düstur əzbərləməyin yeri yoxdur. Yəni yolu yadda saxlamalısınız. Baxın, məsələn, bir dənə otaqdasınız. İndi çox insan da otağı, məsələn, qaldığı evlərin otaqları kubik deyil ki, daha doğrusu paraleliped formasındadır. Paralelipedi, məsələn, mən burada belə bir dənə şəklini çəkim, təqribi. Bir dəqiqə əllə çəkirəm deyə biraz maneçilik yarada bilər. Aha. Baxın, yəni çoxunun evinin otağı əslində bu formadadır. Məsələn, siz evdə burada dayanırsınız da döşəmədə. Tutaq ki, baxın, bu işarətlədiyim yer döşəmədir. İndi belə bir şey bilmək lazımdır ki, bu evin 3 dənə əsas yəni tərəfi olur. Yəni 3 yox. Daha doğrusu mən bunu necə sözlə izah edeyim? 4-6 dənə tərəfi olur. Bunlar qarşı-qarşılıqda bir-birinə cüt-cüt bərabərdir. Yəni necə deyim? Sizin oturduğunuz döşəmə ilə patolog bir-birinə bərabərdir. Dayandığınız, məsələn, üzünə baxdığınız divarla arxanızda olan divar bir-birinə bərabərdir. Yəni sahələrindən gedir ha söhbət. Bir-birinə bərabər sahələr. Çünki evlər ayrı-ayrı tikilmiş. Yəni hərəsinin memarlar məsələn evləri dizayn edəndə və yaxud da evləri tikəndə hərəsinin sahəsini eyni miqdarda götürür. Yəni eyni sahə alınmalıdır. Yəni mənim sözümün canı ondadır ki, yəni bax burayla, yəni patoloqla bu döşəmə bir-birinə bərabərdir. Bax bu dayandığınız divarla, tutaq ki, bax bu işarətlədiyim divarla, bax bura bir-birinə bərabərdir. Bu üzünlə, bax bu divarla da bura bir-birinə divar, bu arxadakı hissə bir-birinə bərabərdir. Yəni bunlar bir-birinə bərabərsə mən belə bir düstur alıram paralelipedin tam səthinin sayısını tapanda. S tam bərabərdir 2 vurulsun. Çünki hərəsindən 2 dənədir, bir-birinə bərabərdir. S1 üstəgəl S2 üstəgəl S3. Şu yazıram. S tam da bərabərdir 2 vurulsun. Hansılardır? 2, 5, 10 sahələr. 2, 5, 10. S tam da buradan əldə edirəm. 10, 7-ni vuran 2, 34. Bir sual da getdi. 81-ci sual. Funksiya sualı. Rahat bir sualdır əslində. Bir daha üzr olsun dostlar. Deməli. S qrafik. Baxın, bilmək lazımdır ki, S ax kvadrat üstə gəlsin, bx üstə gəlsin, S-dəki S qrafikin, yəni qrafikin koordinatı kəsdiyi nöqtədir. Burada da qrafik koordinatı harda kəsib? 4 nöqtəsində. Görürsünüz qrafiki kəsib gedib. Deməli S 4-dür. Bunu yazdıq qırağa S 4-dür. İndi baxın aşağı. Aşağıda məndə bir dənə var, 2 var. Aha, deməli x-in 2 olduğu qiymətdə y 0 alır. Qrafika baxanda başa düşülür də çünki. Yəni x bərabərdir 2 olduqda y-im 0 alır. Deməli bu nöqtəyə mən bir dənə A nöqtəsi desəm, tutaq ki, A nöqtəsinin koordinatları olacaq 2, 0. Gətirib yuxarıdakı ifadədə yerinə qoyuram. Hansı ifadədir? İfadəni köçürdüm bura. Birdən baş görməsi kimsə. Ax-in kvadratı üstəgəl bx üstə gəlsin S. Aha. Üstə gəlsin S. Burada gətirib yerinə qoyuram. X neçədir? 2. Gətirib qoyuram. Eləyir x-in kvadratı 4a. Üstə gəlinsin bx. B-ni bilmirəm. X-in qiyməti 2-dir. 2b. Üstə gəlinsin S. Yəni 4. Y-im neçə alır? 0. Aha. Buradan hər tərəfi 2-yə bölərəm. 2a üstə gəlinsin b. Üstə gəlinsin 2 bərabərdir 0. 2-ni keçirdərəm sağ tərəfə. 2a üstə gəlinsin b bərabərdir mənfi 2. Məndən də 2a üstə gəlinsin b istəmirdi, istəyirdi. Deməli 2a üstə gəlinsin b mənfi 2-dir. S də neçədir? Seni demişdim 4. Qrafiki kəsdiyi nöqtə. Cəmini istəyir 2. Getdi. Yəni fikir verirsiniz, sualların hər biri bir-birindən rahatdır. Sadəcə suala baxanda gedişat yolunu əvvəlcədən görmək lazımdır. Baxın 82-ci sual. Səbətdə əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların sayının 3/1 qədər və daha 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəlcə səbətdə neçə alma var idi? Deməli, aha. Səbətdəki almaların sayına
Ümumi bir dənə almaların sayını mən bilmirəm də. Yazıram x-dir. Almaların sayı x-dir. Əvvəlcə səbətdən 6 alma. Aha, birinci halda 6 alma götürdük. Birinci hal deyəndə ki, daha doğrusu. Birinci dəfədə 6 alma götürdülər. İkinci dəfədə qalan almalarının sayını 3/1 qədər. 6 alma götürülsə nə qədər qalar? Ümumi x idi. 6-sı götürüldü, qalır x minus 6 alma. Bu x minus 6 almanın 3/1 qədər götürdülər. Vurulsun 3/1. Bu qədər də alma götürdülər. Üçüncü halda yenə 6 alma götürdülər. Aha. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Aha, deməli x-dan çıxacağım bu ümumi bunları, cavabı da almaların yarısına bərabər eləyəcəm. Yəni 2/1 x-a. Yəni x çıxılsın 6, çıxılsın x-dan əvvəlcə 6 alma, daha sonra çıxılsın x minus 6 vurulsun 3/1, 3/1, daha sonra da bir dənə 6 alma yenə götürdülər. Nəticədə də yerim çatmadı mənim. Bir dəqiqə belə eləyim. Aha, nəticədə də bərabər oldu 2/1 x-a. Bunu da açıb yazsaq, necə eləyir? X minus 6, x minus 6 minus x plus 6. Daha doğrusu 3/1 var imiş, üzrlü sayını görməmişəm. Aha, minus 3/1x, 3/1x plus 2 minus 6 bərabərdir 2/1 x-a. Aha. Buradan x-lərin hər birini bir tərəfə yığsam, x-lərin hər birini bir tərəfə yığsam, sol tərəfə gətirim. Ümumi x minus 3/1 x minus 2/1 x, yəni 2 də x də, yəni elə yaza bilərik. Mən belə yazıram ki, sizin üçün problem olmasın, daha yaxşı başa düşün. 6-ları bir tərəfə keçirəm, 6 plus 6 minus 2 qalır. Aha, buradan da orta məxrəc 6-dır. Eləyəcək 6x çıxılsın, 2x qalacaq 4x, 4x-dan da çıxacaq 3x qalacaq 6 da x bərabərdir 10-a. Buradan da x-i tapanda çarpaz vuracağam. 6-nı 10-a 60. Gətirib yerinə qoyub da yoxlaya bilərsiniz. Cavab 60-dır. Növbəti. 83. Düzbucaqlı üçbucaq sualı. Çətin bir sual salmayıblar əslində. Çox rahatdır. Sadəcə h-ın h kvadratı bərabərdir m-in düsturunu bilmək lazımdır belə suallarda. M-in deyəndə ki, yəni h-ın çəkildiyi tərəfi ayırdığı parçaların ayrı-ayrılıqda uzunluqlarının hasilinin kök altına. Yəni qısaca indi mənim bu dediyim tərifə baxmayın. Riyaziyyat tərifindən öyrəniləcək bir şey deyil. Yəni yolları özünüz görüb yadda saxlamalısınız. Şəklini çəkirəm indi bir dəqiqə. Aha, belə bir dənə şəkil. Yox, bir dəqiqə, balaca çəkdim, biraz böyük çəkim. Bura C-dir, bura 90 dərəcədir. Çəkilən hündürlükdür bura, bura D-dir. Bura 2 santimdir, bura 8 santimdir. Buranın H olduğunu bilirəm, çünki 90 dərəcəyə çəkirəm. Bura A-dır, burada B-dir. Əvvəla məndən üçbucağın sayəsini istəyib düsturları yazaq da. Birinci düsturum h-ın kvadratı bərabərdir m-in. Bu. İkinci mənə lazım olacaq düstur S üçbucaq da bərabərdir 2/1 h-a vurulsun a. Yəni 2/1 vurulsun hündürlüyü və həmin və vurulsun bu hündürlüyün çəkildiyi tərəf. Buradan h-ı tapsam nə eləyər? H-ın çəkildiyi tərəf h çəkildiyi tərəfi 2 və 8 olmaqla 2 hissəyə bölüb. Onda yaza bilərəm. H-ın kvadratı bərabərdir 2 vurulsun 8. Bu da nə eləyir? H-ın kvadratı bərabər 16. Bu da bərabər 16. H deyir 4. 16. H da buradan tapıram 4. Daha doğrusu sualda gətirib. Daha doğrusu ikinci düsturda gətirib yerinə qoyuram. Daha sonra. Bu eləyir 2/1 vurulsun 4. Bir də ümumi tərəfin uzunluğu nə qədərdir? Biri 2, biri 8. Ümumi cəmi eləyir 10. 2-də vurulsun 10. Buradan da tapıram. Cavab çıxır 20. Növbəti sual. 84-cü suala gələk. Aha, deməli 84-cü sual.
İsmail kitabın hər gün eyni qədər səhifə oxumaqla 15 günə bitirməli idi. Lakin o hər gün nəzərdə tutduğundan 3 səhifə çox oxuyaraq bu kitabı 10 günə bitirdi. Kitabda neçə səhifə olduğunu məsələni tənliklə qurmaqla əldə edir. Deməli, necə? Bu tənliklər bölümünü oxuyan bir şagird orada baxın sonda tənliklər qurmaqla məsələ həlli adlı bir dənə bölüm var. Özləri daha çox necə suallardır? Məsələn, deyir ki, kənddə qoyunlar və toyuqlar var. Bunların başlarının cəmi 27, ayaqlarının cəmi 46-dır. Toyuqla nəsə qoyunların sayını tapın. Daha çox belə məsələlər olur. Baxın, bu məsələlərə nətər deyim, işləmək lazımdır. Bunlar həqiqətən lazımlı misallardır. Həm 9-un, həm 11-in buraxılışında rastlaşa bilərsiniz. Qəbul deyə bilmərəm, qəbulda inanmıram belə misallar düşə belə rahat, amma buraxılışda düşür. Ona görə baxın, burada nədir? Hər gün oxunulan səhifələrin sayını bir dənə x götürürəm. Bir də günlərin sayını birinciyə əsasən 15 gün götürürəm. Deməli, hər gün oxuduğu səhifələrin sayı x, gün 15-dir. İkincidə nə deyib? Deyir, səhifələrin sayını 3 səhifə artırdı. Deməli, hər günkü səhifələrin sayını 3 səhifə artırdı. Olur x idi, olur x üstə gəlir. Günlərin sayı da onda neçə olar? Azalar da əlbəttə. 15 idi, burada da azalıb olub, onun normal aldı. Bərabərsizlik. Hasillərini bir-birinə bərabərləşdirməliyik. 15-i vururuq x-a, eləyir 15x. Üzrlü sayın dostlar, videonu dayandırmalı oldum. Deməli, hasillərini bir-birinə bərabərləşdiririk. Hər gün oxulan səhifələrin sayı x, günlər 15, hasil 15x və hər gün oxulanlar 10, səhifələrin sayı da oxunan hər günkü səhifələrin sayı x plus 3. Hesablayırıq. 15x bərabərdir 10x üstə gəlsin 30. Buradan o x-ləri bir tərəfə keçirdirik, eləyir 5x bərabər 30. X eləyir 6. Bu hər gün oxunulan səhifələrin sayı da 6. İndi gətirib istənilən birində yerinə qoyuram. Tutaq ki, birincisi hər gün oxunulan səhifələrin sayı x, yəni 6, gündəki 15. 6-nı vururam 15-ə. İkincidə də yerinə qoya bilərdik. Daha fərqi yoxdur. 90. Deməli səhifələrin sayı 90-dır. Növbət sual 85-ci sual. Çevrənin ən uzaq 2 nöqtəsinin koordinatları. İndi mən burada çevrə çəkəcəm. İndi yəqin ki, heç yaxşı olmayacaq. Pis bilən çəkəcəm. Bir dəqiqə belə bir şey çəksəm. Bir dəqiqə. Şükürlükdür. Yəni, hə də. Ən uzaq 2 nöqtəsinin arasındakı məsafə mənə nə qədər verir? Koordinatlarını verib. 2 nöqtəsinin koordinatları 3-dən -2, -5-dən 4-də. Çevrənin ən uzaq 2 nöqtəsi nədir? Bunun diametrini yaradan nöqtələr. Yəni mən buradan bura bir dənə xətt çəkdim. Bu mərkəzdən keçməlidir. Baxın, bu mərkəzdir. Bura mərkəzdir. Buranın nöqtəsi odur. Bu çəkdiyim mərkəzdən keçməlidir. Yəni diametrini mən çəkdiyimi də keçmir. Aha, buradan keçməlidir. Tutaq ki, bura A-dır. A-dır, bura B-dir. B'nin koordinatları -5, 4. A'nın koordinatları da 3-dən -2. Deməli, birinci, mənə deyir çevrənin tənliyini yaz. Çevrənin tənliyi nədir? X minus A üstə gəl y kvadratı üstə gəl y minus B-nin kvadratı bərabərdir R-in kvadratına. Radiusun kvadratına. Deməli, birinci, mən onun nöqtələrini tapmalıyam. Çünki onun nöqtələri də AB, yəni mərkəzin nöqtələri də AB. Onu da necə tapacağam? Rahatdır. A və B-nin nöqtələrinin ədədi ortası, uyğun koordinatlarının ədədi ortası mənə orta nöqtəni, yəni onun koordinatlarını verəcək. Yəni A nəyə bərabər olacaq? -5 üstə gəlinsin 3 bölünsün 2-ə, yəni -1-ə. B nəyə bərabər olacaq? Uyğun koordinatların ədədi ortası, yəni 4 -2 bölü 2. 4 üstə gəlinsin -2, yəni çıxılsın 2 olacaq, bölünsün 2. Bu da eləyəcək 1. Deməli, A və B-ni tapdım. Mənə qaldı bir dənə radius tapmaq. Radius tapmaq üçün də neyniyəcəm? İki nöqtənin arasında olan məsafə düsturu var da məndə. Həmin düsturdan istifadə edəcəm. İki nöqtənin arasındakı məsafə düsturu nədir? Kök altında x2 minus x1'in x1 minus x2'nin kvadratı üstə gəlinsin y1 minus y2'nin kvadratı mənə verir r-i. Mən də burada necə tapacağam?
Daha doğrusu o mən dediyim 2 nöqtəni burada tətbiq eləsəm mənə diametr verəcək. Mən ona görə eri tapmaq üçün o ilə işləyəcəm. Yəni onun koordinatlarını bilirəm də. Nədir? -1-dir, 1-dir. Onun koordinatlarıyla işləyəcəm. Onun koordinatlarından 3-dən -2-yə və yaxud da ki, bu ikinciyə -5-dən 4-ə qədər olan məsafəni tapacağam. Bu mənə verəcək radiusu. Yəni indi onun koordinatları nədir? A ilə B. Yəni -1, bir dəqiqə yazım. Bir dəqiqə. Onun koordinatları nədir? -1-dən 1. B'nin koordinatları nədir? Daha doğrusu B deyirəm. Tutaq ki, lap yaxşı B olsun. Heç indi belə səhv elədik, indi düzəldək səhvimizi. B də olsun -5-dən 4. Bu iki nöqtənin arasındakı məsafəni tapsam, bu mənə radiusu verəcək. İki nöqtənin arasındakı məsafə düsturuna əsasən də yazırıq ki, r bərabərdir kök altında -5-dən çıxacam biri -5-dən çıxacam biri eləyəcək -4. Mənfi müsbət olmağına baxmayın. Onsuz yəni kvadratı yüksəldəndə müsbət çıxacaq da başınızı qarışdırmasın. Eləyəcək 16, üstəgəl 4-dən çıxacam biri eləyəcək 3, 3-ün də kvadratı 9. Bu da mənə verəcək kök altında 25. 25. Yəni buradan da cavab çıxacaq 5. Radiusum da oldu 5. 5 də tapdıq, gətirib yerinə qoya bilərəm. Daha hansı düstur idi? X minus A-nın kvadratı. Deməli, A, X minus A olacaq X plus 1-in kvadratı. Üstə gəlinsin Y minus B-nin kvadratı. Y, B nə idi? 1. Y minus 1-in kvadratı bərabərdir. R nə idi? 5. Kvadratı eləyəcək 25. Video burada yekunlaşdı. Cavab 25-dir. Məni izlədiyiniz üçün təşəkkürlər. Videoya dəstək olsanız sevinərəm. Allah qoysa, indi gələn videoda 9-cu siniflərin buraxılışı yaxınlaşır. Onların imtahana düşə biləcək tipdə olan misalları izah eləyəcəm. Çünki yəni belə keçənin buraxılışıyla məncə eyni səviyyədə düşəcək. Nə belə çətin, nə də belə rahat. Yəni 9-un buraxılışı çox rahat, heç stres eləməyə ehtiyac yoxdur. Çünki bu sizin gələcəkdəki təhsil həyatınıza heç bir əks təsiri olmur. Əsas 11-in buraxılışına hazırlaşmaqdır. Gələn videoda da 9-un buraxılışına düşə biləcək imtahan tipli sualların videosunu atıram Allah qoysa. İzlədiyiniz üçün bir daha təşəkkürlər. Sağ olun.